Sumaqat xanım, hal-hazırda biz sizinlə buradan o dönüş edəcəyik. Yəni geri dönmə məlumatı edəcəyik. Bax, solda görsən ayrıc zolaq var. Bu daş isə ayrıc zolaqdır. Avtomobilin ortası, ayrıc zolaq keçəndə rolu axtarışını bilirsən sola. Amma qabaqda piyada keçisə var deyə, piyada keçisin üzərindən dönmək qadağandır. Biraz piyada keçsin keçək, avtomobilin qabaq təkərlər piyada keçsin keçən kimi başa dönməyə. İndi döndər, axtarışını çox qaz vermədən. Asilin əlini qaytar. Yaşa. Güzel sür, əksən. Çox artırma, hissəsi artıq, birdən bir olmasın. Bax, indi görsən, hal-hazırda sağ zolata parklanma yeridir. Orta zolata biz gedirik oxa bax, ancaq düzünə. O zolata isə düzünə və sola çəkiblər. Deməli, bax, yerdə ox çəkilibsə, buradan sağa dönmək olmazdı. Buradan sağa yol var, amma biz dönə bilməz yordan. Ayağını qazan çək. Yaşa, tələsmə. Zolaqdan çıxma. Bax, istəyirsən sağa doğru aparsan. Bax, o sağdakı yerdəki görürsən, o kauçuk tipli maniyələri. Onlar velosipedçilərin həyatını xilas etmək üçün qoyublar ki, sürücülər velosiped zoluna girməsinlər. Səhvənmi və ya qəza şəraitindəmi. Ona görə də biz, bax, təkərimiz onun üzərinə çıxsa maşın aşa bilər və yaxud da ki, ən yaxşı vəziyyət təkər partlaya bilər. Ona görə diqqətli olmalısan. Ona çox yaxın sürməli deyilsən. Biraz azad sürətindən yanında sonu keçək. Yanında sonu keç sola. Keç. Qardaş telefon qutlayırdı. Baxdım, ona görə də düzgün sürmürlər. Ümumiyyətlə, telefon sürən sürücülər, yəni telefon sürən sürücülər nə idi? Telefona baxan sürücülər azad sürətindən yolda sürüşü bilinir onun ki, bunun diqqəti adekvat deyil, bunun diqqəti özündə deyil. Aydındır. Ona görə də sən diqqətli ol sürücülərdən. Görürsən, qabağa boşu sürmür, gəldik, bax, gah biraz sağa, gah biraz sola sürür. Baxırıq ki, əksəriyyət telefon qutlayır. Ona görə də telefon qutlamaq olmaz, telefona baxmaq olmaz, telefondan istifadə eləmək olmaz şu arxasında. İndi biz bu yol ağacının düzünə gedəcəyik. Mən çəkiliş dayandırıram, amma dərsimiz davam edir.